Niyə biz nəyisə oxuyuruq, öyrənirik, amma bununla bağlı nəsə etmək istəmirik? Bunu metaforik dillə izah etmək istəyirəm. Təsəvvür edin ki, hansısa xoşladığınız bir yemək var, onu bişirə bilmirsiniz. Başlayırsınız axtarmağa, aramağa, onun haqqında məlumatlar tapırsınız və yaxud da kimdənsə soruşursunuz, bilən birindən. O sizə bununla bağlı ətraflı izah verir, hansı ərzaqlar gedir, hansı tərəvəzlər işlədilir, necə doğranılır, hansı müddətdə bişirilir və hamısını sizə deyir. Və bunu bildiyiniz halda artıq müəyyən sizdə bilgi yaranır və yenə də əgər bu yeməyi bişirmək istəmirsinizsə, deməli sizi bunu bişirməyə nəyisə mane olur. Və bu maneə də ən çox nədən qaynaqlanır? Bizim hansısa qorxularımızdan. Yəni burada qorxu hissi və yaxud da hansısa bir düşüncə, inanc bizi onu etməyimizin qarşısını alır. Və bu maneə də ən çox nədən qaynaqlanır? Bizim hansısa qorxularımızdan. Yəni burada qorxu hissi və yaxud da hansısa bir düşüncə, inanc bizi onu etməyimizin qarşısını alır. Və burada hansı qorxular ola bilər? Yemək üzərindən getsək, düşünə bilərik ki, yaxşı çıxmaz, yaxşı doğraya bilmərəm, tutalım, yaxşı bişirə bilmərəm, nəsə istədiyim kimi ortaya çıxmaz və bu his bizi onu etməkdən uzaqlaşdırır. Və yenə də biz özümüz üzərindən də getsək, biz hansısa bilgini öyrənirik, hansısa məlumatı öyrənirik. Mənim ən çox danışdığım həyat kodunda insanlar necə olur, bununla bağlı mənfidə necə davranış göstərirlər və onu necə dəyişmək olar. Bunu da bildiyi halda etmirsə, deməli o insanda bunu etməyin qarşısına çıxan bir qorxusu var və bu qorxu da təbii ki, hər nə qədər bilgili olsa da özünü dəyişməyə, doğru addım atmağa mane olacaqdır. Və ona görə də nə qədər bilgili olsaq da, nələrisə öyrənsək də, əgər bizim buna qarşı maneəmiz varsa, direncimiz varsa, dəyişim təbii ki, olmayacaq. Hətta elə olur ki, tam bu blokun, qorxunun nələr olduğu da deyilir və nələr edilsə bunlardan azad oluna bilər. Deyilsə də, yenə də edilmirsə, demək ki, o insan ya dəyişmək istəmir, ya həqiqətən istədiyi o deyil və yaxud da ki, qorxusu istəklərindən daha çoxdur.